Sonra 18-ci fəzilət gəlir. 18-ci fəzilət, yəni la ilahe illallah fəzilətlərindən günahların bağışlanması üçün böyük səbəbdir. Hətta qulun və inkənəl abdu məğfuran ləhu, qulun günahları bağışlanmış olsa belə, yəni günah olmayan qul belə. Necə ki, Ali radiyallahu anhdan gələn hədisdə demişdi ki, Allahın Resulü sallallahu aleyhi ve sellem demişdi ki, sənə elə bir kəlmələr öyrədimmi ki, sən o kəlmələri dedikdə sən üçün bağışlanmış olar. Baxmayaraq ki, onun günahları da bağışlanmışdı. Deyir ki, La ilahe illallahul halimul kerim, La ilahe illallahul aliyyul azim, Subhanallahi rabbis semavati seb'a ve rabbil arşil azim, Elhamdülillahi rabbil alemin. Hədisi Əhməd və Nəsəi və İbn Hibban və Hakim rivayət etmişdi. Peyğəmbər sallallahu əleyhi və səlləm bu kəlmələri öyrədir Əli radiyallahu anhuya. Desin ki, Allahın adlarından Əl-Halimdir, Əl-Kərimdir. Yəni, ondan başqa Allah yoxdur. Allahın adlarından Əl-Aliyyü, Əl-Azimdir. Ondan da başqa Allah yoxdur. Subhanallahi rabbis semavati seb'a. 7 göyün Rəbbi Allah pak və nöqsanlardan, eyiblərdən uzaqdır. Əzəmətli Rəbbin, arşın Rəbbi, Elhamdülillahi rabbil alemin, həmd aləmlərin Rəbbi, Allah üçün, aləmlərin Rəbbi olan Allah üçün vacibdir. Həmçinin Abdullah ibn Amr radiyallahu anhumədən sabit olmuşdur ki, deyirdi ki, radiyallahu anhu, Allahın Resulü sallallahu aleyhi ve sellem demiştir. Mə aləl ardı əhədun yəqul, La ilahe illallah, Allahu ekber, ve la havle ve la kuvvete illa billah, illa kuffiret anhu hatayahu, ve lev kânet misle zebedil bahr. Yer üzündə elə bir kəs yoxdur ki, bu zikri, bu sözü dedikdə onun günahlar, xataları bağışlanmış olmasın. Dənizin köpükləri qədər olsa belə. Hədisi Tirmizi rivayət eləmişdi.